Ben vallahi ne diyebilirim öyle şəhidlərimiz məlumdur. Qarabağ qaziləri də ki Allah onları müharibədən sağ çıxartdı ki onlar bugün şəhidlərimizi də tanıttırsınlar. Valideynindən bəzən görürsən soruşurlar ki evladın, şəhid evladın haqqında danış, döyüş haqqında. Yəni valideyn o qədər də məlumatlı olmur. Eşitdiyi də yarısı yalan olar, yarısı doğru olar. Çox şey ailələrindən gizlədirdilər döyüş Bəli, haqqında. bəli. Onu əsasən qazilərdir. Qazilər də elə ona görə də elə görürsən çox vaxt mən eşidirəm qazi şəhid atasını görəndə bilmir nə desin. Elə ancaq onu deyə bilir ki kaş mən də şəhid olaydım. Mən nöş şəhid olmadım. Ancaq onu düşünməlidirlər ki onlar şəhid olmalıdır ki bugün şəhidləri təbliğ eləsinlər, şəhidlərin döyüş yollarından danışsınlar, qəhrəmanlığından danışsınlar. Ona görə də mən şəxsən qazilərə şəfa diləyirəm Allahdan, can sağlığı diləyirəm. Bir də ki, mən Azərbaycan vətəndaşlarına həqiqətən də bundan sonra xoşbəxtlik həmişə arzu edirəm. Bir də bizə Allah müharibə göstərməsin. Mənim yeganə evladım idi Həsən ağa. Yenicə ailə qurmuşdu. Yəni bax budur da indi bilirəm ki, mənim də bu vətənimizin uğrunda mənim də bir qurban payım olub. Mən ağrılı, acılı olsa da bugün nə bilim valla məcbur da olsa qürur duyuram. Çünki mənim son nöqtəmdir o qürur duymaq. Ondan başqa əlacım yoxdur. Allah sizlərə də can sağlığı versin. Allah vətənimizi qorusun. Allah sizə səbir versin. Allah köməyiniz olsun. Nə deyim mən? Allah razı olsun. Teşekkür ederim. Atasısınız. Allah razı olsun. Mən bilirəm ki, bizim Azərbaycanımızın igidləri hər zaman döyüş haqqında olanda ailəsindən gizlədiblər. Hansı bir xoş xatirələrindən danışa bilərdiniz bir ata kimi? Təbii ki, döyüşündən danışa bilməzdiniz. Nə xoş xatirələr. Hər zaman uşaq vaxtda vətənpərvər olaraq yetişirdik. Qəhrəmanlar haqqında oxuyanlar məqalələr oxuyurduq, kitablardan məsələn danışırdı. Deyirdi ki, mən böyüyəndə mən də zabit olacağam, general olacağam. Hacı Aslanov deyirdi. Hey deyir ki, mən də Hacı Aslanov üçün qəhrəman tankçı idi oğlum, tankman. Qəhrəman bir tankçı olacağam, qəhrəman olacağam. Hətta şahid olsam da belə mən də milli qəhrəman olmaq istəyirəm. Hacı Aslanov kimi mənim də qoy Azərbaycan xalqı daimi xatırlasın. Bu şeyli kinolarda, belə müharibələr haqqında gələn kinolara çox baxırdı. Məsələn, Dədə Qorqudun kinosunu çox sevirdi. Babək Xürrəmin kinolarını çox sevirdi. Elə bir xüsusiyyətlə kinolara baxırdı. Hacı Aslanov haqqında çəkilən kinolara baxırdı. Bu kinolara gah deyirdi, mən belə qəhrəman olacağam. Özünü bir qəhrəman kimi yaradırdı, bir qəhrəman kimi yaradırdı. Sonda da qəhrəman. Ha, məktəbdə də əlaçı oxudu, qəşəng oxudu. Sonra Heydər Əliyev adına hərbi liseyi Naxçıvanda qurtardı. Özümüz Orbaqda yaşayırıq. Naxçıvanlıyam mən, Naxçıvanda yaşayıram. Naxçıvan olmaq rayonunda. Sonra gəldi hərbi məktəbi qurtardı. Hərbi məktəbdə xidmətə getdi. Ağdamda xidmət elədi. Ağdamın Mahruzlu kəndində. Sonra Mingəçevirdə xidmət elədi. Ən son Tərtərdə xidmət, Tərtərdən də Tərtər müharibəyə qatıldı. Tərtərdən müharibəyə qatılanda Suqovuşanın azadlığı uğrunda, Suqovuşanın azadlığında azad olması iştirak elədi. Talaş kəndinin azad olması iştirak elədi. Orada bir neçə Tərtərin, bir neçə qəsəbələrin, kəndlərin azad olsa, axırda Ağdara istiqamətə gələn döyüşlərdə şəhid oldu. Şəhidlik zirvəsinə yüksəldi. Tək mənim oğlum yox, burada ola yatan bütün şəhidlər, Azərbaycanın bütün şəhidləri, şəhid evlatları tarixi şəxsiyyət olmur, tarixi qəhrəmanlardır. Bunlar hər biri bir tarix yazıb, bir dastan yazıb. Bunlar vətənimizin tarixi qəhrəmanlardır. Allah bunların ruhunu şad eləsin, ölməsindən, ruhları şad olsun. Huzurlar içində yatsınlar. Bunlara ölmək demək olmaz. Yeri ən ali mərtəbədir. Bütün Azərbaycan şəhidlərini bir daha Allahdan rəhmət deməyin də. Huzurlar içində yatsın deyin. Valideynlərə səbir diləyim. Valideynləri səbirli olsun. Ailələri, həyat yoldaşları, uşaqları, atalar, oğlanlar səbir diləyəm. Özlərində də yerləri cənnətləşən olsun. Allah ruhlarını şad eləsin, yerləri cənnətləşən olsun. Bunların yeri zəvr. Nə deyim, başqa da deyəcəm nə qədər. Allah sizdən də razı olsun, şəhidlərimizi yad edirsiniz, yayırsınız. Borcumuzdur.
köməkli versin, unutmursunuz. Şəhidlər unutulan deyil. Şəhidlər unutulmayan deyil. Eğer unutulsa demək bu şəhidlər ölür. Məkanı uca olsun. Amin inşallah. Sağ olun. Təşəkkür ederim. Minnətdarım. Allah sizdən razı olsun. Sağ olun. Döyüş yoldaşısınız. Qardaşım. Qardaşısınız. Həm döyüş yoldaşım, həm də. Elvin Daşkəsanda xidmət eləmişik. İkimiz də bir yerdə, eyni sayılarımızda da. Bir-birimiz üçün yeri gəlib ata olmuşuq, yeri gəlib ana olmuşuq. Həm qardaşım olub, həm sirdaşım olub, həm döyüş yoldaşım olub. Yəni hər bir şeyimi bizi bir yerdə bölüşmüşük. Ən belə kədərli bir anımız belə olsun, bir-birimizi tapıb bölüşmüşük. Ən sevincli bir əlimizdən nailiyyətimiz olsun. Onda belə ilk məqamda axtardığım, tapdığımız bir-birimiz olmuşuq. Mənə ilk rütbə veriləndə, rütbəni mən baş leytenant rütbəsi alanda özüm taxmadım. Gəldim sıranın arxasında verdim, Elvin taxdı rütbəmi də çiynimə. Yəni belə. Məkanı uca olsun. Allah rəhmət eləsin. Anasız şəhidimizin. Həyat yoldaşınızdır. Məkanı uca olsun. Anasısız. Allah səbir versin. Məkanı uca olsun. Olan yastığı kardan olan ağlay vay vay ağlay vay vay. Yorganı kardan olan yaşar ay vay 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 vay. Hazanan haza kurban ay bala vakti yavrun ikisi gelir oy oy. Yaman ağır gün gelir ağlay lay lay lay.
Koyanansa kurban meydana tek kalanana kurban yaşarım hala Gel Kerem sen yaşar yürüm sen meleğim sen Atasısınız, Əmsiyəm. əmisisiniz. Atası. Rəhmət eylesin. Məkanı uca olsun. Sağ ol. Vətən sağ olsun. Allah köməyimiz olsun. Qazilərimizə Allah şəfa versin. Ali başkanından sağ olsun. Allah razı olsun. olan yastığı kardan olan ağlay vay vay ağlay vay vay yorganı kardan olan yaşar ay vay 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 Hazana da kurban ay bala akıtı yavrun ikisi gelir oy oy yaman ağır gün gelir ağlay lay 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 Koyanansa kurban meydana tek kalanana kurban yaşarım hala Gel Kerem sen yaşar yürüm sen meleğim sen Allah şəhidlərimizin məkanını cənnət eləsin. Allah ruhlarını şad eləsin. Bu günlər özünüz gördüyünüz kimi şəhidlər xiyabanında hamı gəliblər. Amma olarmı elə bu şəhidlər xiyabanına bu gün gəlinməsin? Şəhidin il dönümü olur, tədbiri olur, 5-10 şəhid anası olur, 4 qazi olur, 5-6 dənə də qonşu olur. Amma bu günlərim gördüyünüz kimi şəhidlər xiyabanında xeyli adam var. Amma olardı ki, elə bu adamlar həmişə şəhidin kətlərdə, rayonlarda, şəhərdə bir şəhidin il dönümü olanda, bir mövludu olanda bütün hamı gələydi. Allah şəhidlərimizin məkanını cənnət eləsin, ruhlarını şad eləsin. Allahdan səbir diləyirəm, güc-qüvvət diləyirəm. Allah sizləri də var eləsinlər, təşəkkür edirəm, çox sağ olun. Anamızın bir oğlu var idi. Özü 44 günlük vətən müharibəsində iştirak elədi. Qardaşımız axırıncı antiterror döyüşündə qəhrəmancasına döyüşərək şəhid oldu. Bir dənə buradan bir şey vurğulamaq istəyirəm. Şəhidimiz öz övladının üzünü görmədi. Öz övladının üzünü görmədi. Allah onun övladına xoşbəxt eləsin. Allah anamıza can sağlığı versin ki, onun qəhrəman balasını yaşatsın. Ali təhsilli olsun, o atasının yolunu davam etsin. Allahdan anama da səbir diləyirəm, güc-qüvvət diləyirəm. Allah o Mikail qardaşımızın da məkanını cənnət, ruhunu şad eləsin. Bir dənə bir söz deyim, biz 44 günlük vətən müharibəsində döyüşdük. Düzdür, biz torpaqlarımızı tam işğaldan azad edə bilmədik. Çünki bizim Qarabağ torpaqlarımız yarımçıq qaldı. Axırıncı antiterror döyüşündə biz 24 saatlıq əməliyyatda biz o Qarabağ torpaqlarını tam şəkildə suverenliği gətirdik. gətirdik. Düzdür, 219-220 şəhid verdik. Amma ona baxmayaraq, yəni torpaq alırdıqsa şəhid də verməliydik. Qazi də olmalıydıq, veteran da olmalıydıq. Bugünkü günü Azərbaycanda o üç rəhli bayraq dalğalanırsa, bu cür qəhrəmanlarımıza görə dalğalanır. Çünki onun balası o döyüşdə qəhrəmancasına döyüşüb şəhid oldu. Allah sənə səbir versin, Allah qəhrəman balanın ruhunu şad eləsin. Allah sizi kimi oğullarımıza, qızlarımıza can sağlığı versin. Sağ olun ki, bizim balaları işıqlandırırsınız. El oğul, sən özün də az əməyin yoxdur. Vallahi demək olar ki, evini unutursan oğul. Bütün rayonlarda. Bəzən çox təəssüf ki, olur da şəhidlər heç tanımırlar, amma sən tanınmayan şəhidlərimizi belə tanıdırsan. Allah köməyiniz olsun. Allah Çox sağ sizə olun. səbir versin. Sağ ol. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun.